zəhmət istəyir, riyazət istəyir. Yəni insan istəsə öz mədən həqiqəti vücuduna çata, gərək riyazət çəkər, havayı nəfsindən göz örtər, şəhvətindən göz örtər, da həqiqəti vücudu zuhura və buruzə gələr. Və ilə qoymuş şəhvət. Ondan bu şəhvəti ta havanı kənara vurmayırsan, insan elə bir daş içindədir. غیر از bu زواهر عالم ماده انسان bir şey görmüyor. یعلمون ظاهرا من الحیات الدنیا و هم عن الاخره هم غافلون. Pərverdigar aləm insanların barəsində buyuruyor. Onlar ki qəflətə giriftardılar, buyuruyor pustin dünyanı tanıyırlar. Həqiqət və batin aləmdən gafildirlər. Bu pustin dünya insanı məşğul edir. Bu bədən bir pustindir. Bu درون bu pustində bir həqiqət yatırdı. O həqiqətə çatmağa gərək havayı nəfsidən keçəsən. Əgər Yusuf havayı nəfsidən keçməsəydi, Yusuf olmazdı. Yusuf havayı nəfsidən keçdi, Yusuf oldu. Liza Allah'a arz edib, Xudaya əlimdən tut kinən, əgər əlimdən tutmasan, əsbu iləyhinnə və əkun minəl cahilin, əgər əlimdən tutmasan, mən də meyli nəfsani taparam naməhrəmə, vaxtı meyli nəfsani tapdım naməhrəmə, ollam cahil. Yəni mənası budur, hər kəs şəhvəti haram tapsa cahildir. Meyl haram insanı cahil edir. Savada deyir, hər kəsdə meyl haram tapıla, vələ o inki müfəssir Qur'an ola cahildir. Vələ o inki sahib risalə ola cahildir. Həzrət Yusuf buyurur, Allah'ın kəlamidir. Yəni vaxtı ki meyl şəhvani gəldi və insan meyl şəhvanisinə meydan verdi, insanlar cahil. Pəs günah insanı cahil eləyir, nə bisavadçılıq. Riyazət istəyir günahdan çıxmağa, havayı nəfsidən. İbn Sirin bir cavan 18 salı idi, 18 sinni var idi, bəzzaz idi, parça sataydı bazarda, doğrugər dedi, parçasını ataydı dalinə, çıxırıydı bazarda, İbn Sirin gəlib parça sataydı, ay parça alan. Bir qapı açıldı, görür kəniz qapıda dayanır. İbn Sirin befərmayın, bizim sahibxanəmiz deyir ki, parçaları ücrəti hamısı mən aldım. İbn Sirin də müştəri axtarır. Aramışla qapıdan girdi, qapını kilitlədilər, qufurladılar. Dedilər, parçayı da almır, amma sən çox gözəlsən. Ha, Yusuf da gözəl idi də. Yusuf da gözəl idi. Be qədri Həzrəti Yusuf gözəl idi. Vaxtı ki məclisə varid elədi, Züleyxa bir məclis müfəssəli təşkil verdi. Tamam Misrin xanımların cənnədi. Yusuf məclisə varid oldu. Hərənin əlinə bir bıçaq verdi, bir nivə verdi. Ta Yusufun cəmalinə gözləri düşdü. Əvəzin ki nivəni kəsələr, Qur'an buyuruyor, qəttə'nə əydiyəhunna, hamısı əllərin kəsdi. Yəni zibaiyə bax kinən. Nəcür təcəlli yeriyib, dedilər bu bəşər deyil, mələkdir. O cəmali ilə zişt olardı günaha dal çövürməsəydi. Tamam zibai Yusuf bu iki günaha dal çövürdü. Nə o zibai zahirisi? O zibai zahiri zülgüzərdi. 5 gün var, 5 gündən sonra yoxdur. Bu 5-6 il cavanında var, uzun soley. Məgər qocaları görməyəcəksiniz. Onlar cavanda idi. Hamını salih. Qutarı, məhduddir. İbn Sirinə dedilər, varid ol günən. Varid oldu, gördü, əcəb, bəsat-ı günah. Deyilər, namaz qılmaq burada insanın əlindən tutayıq. Allahla irtibat bərqərar eləmək, günahla rubəru gələndə əsəri bəllənir.
Bu irtibat insanı saxlayır günahdan. Gördü əcəb. Dedim mənə icazə verin, gedim qəzayı hacət eləyim. İşğalı yoxdur, varid oldu dəstşuyə, əlin saldı dəstşuyə, tamamı bədənin başdan ayağı nəcasətə bələdi. Çıxdılar, gördülər əcəb. Bu cəm qapını açdı, daldan xol verirlər, düşdü küçəyə. Deyir, küçədə səcdiyə getdi. Zavan səcdiyə getdi. Səcdədə bir cümlə dedi. Xudaya, şükür olsun sənə, həmd olsun sənə. Libasım nəcis oldu, amma ruhum nəcis olmadı. Xudaya, bu libası rudxanədə yüyərəm, təharət tahar. Vay əgər günah eləsəydim, harda yüyərdim özümü? Harda yüyərdim özümü? Bu yəni insanın həqiqətini kəşf eləmək. Hatif qeybidən səs eşitdi İbn Sirin, parçanı qoy qaşın yerində, əlində yarım metri at yerə, bir də əzzazlıq eləmə, sənə elm verdik, elmi lədunni verdik. Ondan sahibi təbir xab oldu. Necə ki Həzrət Yusuf sahibi təbir xabıdır. İnsana elm veririk. Elmin bir şəhvətdən qaçmaq insana təbir xab veririk. Təbir xab elmini də həqiqəti kəşf eləmək, riyazət.